Suda boğulan insana üzməyi öyrətməzlər. Ona birinci kömək eləyərlər. Bu çox vacib, diqqət ediləsi mövzudur. İnsanlar bizim yanımıza bir köməklə bağlı gələndə biz onları başlayırıq öyrətməyə. Ən çox bu məsələlərlə bağlı evdə də rastlaşırıq, qonşuda da rastlaşırıq, işdə də rastlaşırıq. Hətta biraz zarafatımız olsun. Anam biraz xəstələnəndə o saat başlayır ki, bəs sənə demişdim, başını yuyub çölə çıxma falan filan. Deyirsən amma bir dənə mürəbbə ver. Bir yemək falan, təbii ki, bunları hamısını tez eləyirlər, amma öyrədəndə bizə xoşumuz gəlmir. Gəlin belə deyək, indi bu son zamanlar biraz da borclarla bağlı çox yazırlar. Borc bir nəfər gəlir işləyir, bu birisi başlayır ona dərs keçməyə ki, sən düz eləmədin, sən belə elədin, sən qardaş ya pul ver, ya kömək elə, ya da ki adamı öyrətmə. Zaten o bu dəqiqə batıb. Ona görə o mövzunu nəyə görə deyirik ki, suda boğulan insana üzməyi öyrətməzlər. Ona birinci kömək eləyərlər.